Çillə gəlsin, xoş gəlsin. Qar tarlaya tuş gəlsin. Ağır qışdan bərəkət, yurdumuza xoş gəlsin. Ay Quda, evdəsən? Bir çıx görək, əziz qonaqların gəlmişdir. Hoş gəlmişsiniz, safa gətirmişsiniz. Al almağa gəlmişik, bu da belə. Şal almağa gəlmişik. Oğlanın adamıyıq, belə qarpızımızı alıb gəlmişik. Al almaq belə olmaz. Şal almaq belə olmaz. Gəlinimizi aparaq, sən də gələsən bizim qapıya belə Çillə bayramına. Sağ ol, inşallah. Əzizinəm liləsən. Belə deyirəm, zəfəransan, giləsən. Ay Qudas, o günə qurban kəsin. Belə sən qapıdan içəri girəsən. Elə qurban alaram sənə. Qudalığımız axıracan olsun. Amin. Xoş gəlmisiniz, safa gəlmisiniz. Qədim Türk təfəkküründə qış mərasimi ümumiyyətlə Novruza qədərki dönəm dövrlərə, mərhələlərə, yəni çillələrə bölünür. Çillə əziyyətdən, məşəqqətdən, zülmdən qurtulmaq deməkdir və bu dönəm, qışın daxil olduğu dönəm insanlar arasında ayin ritualların icrası ilə müşahidə olunur. Bu mərasimlərin Naxçıvan Muxtar Respublikasında və Qərbi Azərbaycan əhalisi arasında geniş şəkildə və coşqu ilə qeyd olunmasını bugünkü gündə də müşahidə edirik. Həmin gecədə qarpızın nişanlı qız, oğlan evlərinə aparılması da məqbul əməllərdəndir, sevilən məqamlardandır. Çillə bayramında bəzi adət-ənənələrimiz var. Həmişə Çillə bayramında nişanlı qızlara bax bizim kimi belə xonça gətirilir. Gətirilir ki, o evin ruzi bərəkəti bol olsun. Çilə qış olar, dağlar dərə boş olar. Ocaq başı isinər, könüllərdə xoş olar. Çilə gəldi, xoş gəldi. Qarlı qışlar, qarlı tarlaya xoş gəldi. Ağır qar bərəkəti səhərimizə xoş gəldi. Quda, gətir çilə qarpızımızı kəsək, belə də qohumluğumuzu möhkəmləndirək. Çillə süfrəsinin əsas adətlərindən biri də qarpızın kəsilməsidir. İndi isə qız anasının yanındayıq və o bizə həm qarpızı kəsəcək, həm də o inanclardan bəhs eləyəcək. Qızlar, nənəm deyərdi ki, o vaxtlar qarpızı qışa saxlamaq üçün yayın axırlarından, bostandan qarpızın əlvanını seçirsən, seçən vaxtı da saplağını nəzərə alırsan. Əgər qarpızın saplağı uzun olursa, o qış qışa kimi çox şəffaf və keyfiyyətli qalır. Bir də nənəm deyərdi ki, qarpızı əgər qışa saxlayırsınızsa, onu həm qaranlıq yerdə, həm də otun içində saxlayın. Onda görərsiniz ki, qarpız necə tərəvətli qalır. İndi isə qızlar, subay qızlarımız, niyyət tutun, mən qarpızı kəsəcəm. Qarpızın baş hissəsini kəsirik, onu 4 hissəyə bölürük. Siz niyyətinizi tutmaqda olun, mən də qarpızımı kəsməkdə olum. Qarpızı indi kəsərkən bunu 4 hissəyə bölürük. İndi bu qarpızı atacağıq, qızlar. Siz niyyətinizi də tutmaqda olun. Biz qarpızı atacağıq. Siz niyyətinizi necə həyata keçdiyini görəcəksiniz. Gəlin qızlar, hər kəs ürəyində bir arzu tutsun, görək arzumuz reallaşacaqmı? İnşallah, maşallah. İndi isə sizə də qismət eləsin, bütün subaynalara qismət eləsin. İndi isə biz bu qarpızı 7 hissəyə böləcəyik. Bunun bir hissəsini əvvəldən kəsib, gələcək kürəkənimizə. Quda, bunun bir hissəsini kəsib, gələcək kürəkənimizə pay göndərəcəyik. Qalan hissəsini isə İndi qarpızımızın içi
pay veriləcəkdir. Qırmızı rəngdədir. Qarpızımızın içi, bəli, qırmızı rəngdə olanda deməli günəşin qarşıda istiliyindən, parlaqlığından simvolik göstərir, xəbər verir. Əgər qarpızımızın içi çal çıxardısa, qışın sərtliyindən xəbər verərdi. Bu deməkdir ki, bizim qışımız çox yaxşı keçəcək, isti keçəcək. Bəli, bəli. Bu qışımız çox isti və mülayim keçəcəkdir. İnşallah. Qızlar, ay qızlar, bunu da o qonşulara pay verin. Nəyə görə ümumiyyətlə qarpız, yəni bu gecənin əsas özəlliklərindəndir. Ona görə ki, qarpızın içərisinin qırmızı rəngdə olması, üstünün yaşıl rəngdə olması və bunların sintez təşkil eləməsi məhz qarpız bilirik ki, ən böyük gilə meyvədir. Qarpız gilə meyvəsinin ortalıqda olmasını şərtləndirir. Və qırmızı rəng biz bilirik ki, günəşin yerdəki simvoldur, ocaq rəmzidir. Yaşıl rəng isə yeni həyat uğrunda mübarizəni özündə ehtiva edir. Ənənəyə uyğun olaraq Çillə günündə nərd oyunu da yer alır. Burada gələn qonaqlar, ağsaqqallar bir yerdə nərd oynayırlar. Ay bu da, gətirdiyimiz qarpızdan gətirmişik. Bir tikən, bu bağçalı eləyək. Bayramınız mübarək. Allah mübarək eləsin. Sağ olun, çox sağ olun. Allah qoysa bu Çilə bayramını gələn ildə sizdə qeyd edərik. İnşallah, gözüm başım üstə yeriz var. Pərvin Səfərzadə, Məhəmməd Məmmədov, NTV Xəbər.